İkinci qrup 13-cü sınavın izahına baxaq. Birinci suala baxaq. X üstünə gəlsin 3 üstü 8 binomunun açılışında binomial əmsalların cəmini tapın. Binomial əmsalların cəmi bilirik ki 2 üstü n-ə bərabərdir. Burada n 8 olduğuna görə 2 üstü 8, bu da 256 olacaq. Birinci sualda düzgün cavab olacaq D variantı. İkinci sual 3x çıxılsın 15 üstü 5-də 1 kiçikdir 2 bərabərsizliyinin tam həllərinin sayını tapın. Əvvəlcə bərabərsizliyə daxil olan ifadə üçün dəyişənin mümkün qiymətlər çoxluğunu tapaq. 3x çıxılsın 15 böyük bərabərdir 0 olmalıdır. 3x böyük bərabərdir 15 olmalıdır. Buradan isə x böyük bərabər 5 tapılır. Və verilmiş bərabərsizliyin hər iki tərəfin 5-ci dərəcəyə yüksəltsək, 3x çıxılsın 15 kiçikdir 32, 3x kiçikdir 47, x kiçikdir 47 bölünsün 3, yəni x kiçikdir 15-dan 47, 15-dan 3-də 2. Və bərabərsizliyin həlli bu iki bərabərsizliyin həllərinə uyğun aralıqların kəsişməsidir. Yəni x daxildir 5, 15-dan 3-də 2 yarım intervalını. Bərabərsizliyin tam həllərinin sayını tapın. Burada tam həllər 5-dən başlayır 15-ə kimi, 15-dən 5 çıxıb üstünə 1 əlavə etməklə bu tam həllərin sayını tapa bilərik. 11. İkinci sualda düzgün cavab A variantı. Sual. Kompleks ədədinin qoşması olarsa MN hasilini tapın. Z kompleks ədədi özü 3M çıxılsın 2 həqiqi hissəsi N çıxılsın 12 I xəyali hissəsi ilə verilib. Onda onun qoşması bərabərdirsə 7 üstə gəl 9 i-yə, onda verilmiş kompleks ədəd özü 7 çıxılsın 9 i-yə bərabər olmalıdır. Kompleks ədədlərin bərabərlik şərtinə görə 3m çıx 2 7 n çıx 12 mənfi 9-a bərabər olmalıdır. Buradan n bərabərdir 3, n bərabərdir 3 alınacaq. M-in hasili isə 9-a bərabərdir. Düzgün cavab olacaq A variantı. Dördüncü sual. Funksiyasının təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Funksiyanın təyin oblasını əvvəlcə tapaq. Burada bir neçə funksiya iştirak edir. Birincisi kəsirin məxrəci 0-dan fərqli olmalıdır. X çıx 8 fərqlidir 0. İkinci, kök 6 loqaritmanın arqumenti şəklində verilib. Burada 11 çıxılsın x böyük bərabər yox, böyükdür 0 şərtini ödəməlidir. Daha sonra loqaritmanın əsasında olan x çıxılsın 4 isə birdən fərqli müsbət ədəd olmalıdır. Funksiyanın təyin oblasti bu bərabərsizliklər sisteminin həlli olan aralıq olacaq. Bərabərsizliklər sisteminin həlləsi x fərqlidir 8, x kiçikdir 11, x fərqlidir 5 və x böyükdür 4 bərabərsizliklərinin ədəd oxu üzərində kəsişməsi olacaq. İndi kəsişdirək bunları. Deməli, ən kiçik burada 4, daha sonra 5, sonra 8, sonra isə 11 var. X 8-dən fərqlidir. Yəni 8-dən kiçiklər və 8-dən böyük ədədlər. X kiçikdir 11, 11-dən kiçik ədədlər. X böyükdür 4, 4-dən böyük ədədlər və x fərqlidir 5, 5-dən fərqli ədədlər. Bu aralıqların kəsişməsi 4-ünün kəsişməsi 1, 4, 5 aralığıdır. Birləşir. Daha sonra 5, 8 aralığıdır. 5, 8 və
Bir də 8-11 aralığıdır. Birləşir 8-11 aralığı. Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin cəmi soruşur. Tam ədədlər 4 ilə 5 arasında tam ədəd yoxdur. 5 ilə 8 arasında 6 və 7-dir. 8 ilə 11 arasında isə 9 və 10-dur. Bunların cəmi 32-yə bərabərdir. Bu da C variantında verilib. 5-ci sual inteqraldır. İntegral -2-dən 10-a fx dx 3-dürsə, -2-dən 10-a 5fx üstünə gəlsin 9 dx ifadəsinin qiymətini tapmalıyıq. Bunu inteqralın, müəyyən inteqralın xassələrini tətbiq etməklə belə yazmaq olar. Cəmin inteqralı inteqrallar cəminə bərabərdir. Buradan 5-i integral qarşısına çıxartmaq olar sabit olduğu üçün. Fx dx üstünə gəl -2-dən 10-a 9 dx. -2-dən 5-ə fx dx şərtdə verilib 3. Daha doğrusu -2-dən 10 olmalıdır. İnteqralın sərhəddi. Düzəldim bunu. -2-dən 10-a fx dx və -2-dən 10-a 9 dx hesablasaq bunu 5 vurulsun. -2-dən 10-a fx dx 3 verilir. Üstünə gəl -2-dən 10-a 9-un inteqralı da eləyir 9x -2 10 qoysaq 90 çıxılsın -2 qoysaq -18 bərabərdir. Deməli 90 15 elədi 105 üstünə də 18 gəlsək eləyəcək 123. Düzgün cavab variantı D olacaq. 6-cı sualda y bərabərdir x kubu çıxılsın 7x funksiyasının böhran nöqtələrini tapın. Funksiyanın böhran nöqtəsi törəmənin 0-a bərabər olduğu və ya törəmənin olmadığı daxili nöqtələrdir. Ona görə də funksiyanın törəməsini tapıb 0-a bərabər götürək. Funksiyanın 2 böhran nöqtəsi olur. X kvadrat bərabərdir 7 bölünsün 3. X bərabərdir müsbət və mənfi kök altında 3-də 7. Bu funksiyanın törəməsinin olmadığı daxili nöqtə olmadığına görə böhran nöqtələri elə bu iki qiymətdir. Bunların da cəmi 0-a bərabərdir. Əks ədədlər olduğuna görə x1 və x2-nin cəmi 0-a bərabər. Düzgün cavab D variantı. 7-ci sual. AB 26 C ədədi 4-ə bölünən ədəd olarsa ABC cəminin ən kiçik qiymətini tapın. AB 26 C 4-ə bölünən ədəd olarsa, əgər bu ədəd 4-ə bölünürsə, onun son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir və cəmin ən kiçik olmağını istəyiriksə, C-ni mümkün qədər kiçiyi götürməliyik. 60, yəni onluqlar mərtəbəsindəki vahidi 6 olan ədədlərdən 4-ə bölünən bir 60 var, 64 var, 68 var. Biz cəmin ən kiçik olmağını istəyiriksə, ABC cəmindən kiçik olmağını istəyiriksə, C-ni mümkün qədər kiçik götürməliyik. Yəni C-ni burada 0 götürərik. C bərabər olacaq 0. Ədəd olacaq AB 26 və 0 axırıncı rəqəm olacaq. Sonra cəmin ən kiçik qiyməti, yenə indi cəmin ən kiçik qiymətini tapmaq istəyiriksə, burada ABC-nin bir-birindən fərqli olmaq şərti verilməyib. Ona görə də bərabər də götürə bilərik. A-nı 1, B-ni yenə 0 götürmək olar. C-ni də 0 əvvəlcədən hesablamışdıq. Onda ABC-nin cəmi A bərabər 1, B bərabər 0. Onda ABC cəmi bərabər olacaq 1-ə. Düzgün cavab eləyəcək A variantı. 8. Diaqonalları 6-7 olan dördbucağın sahəsinin ən böyük qiymətini tapın. Dördbucaqlının sahəsi S bərabərdir 2-də 1, D1,
D2 vurulsun sinus alfa. Qabarıq dördbucaqlı olan halda sahə daha böyük olacaq. Deməli 2-də 1, D1, D2 vurulsun sinus alfa. Qabarıq dördbucaqlının sahəsi elə hesablamaq olar. Alfa diaqonallar arasındakı bucaqdır. Burada ixtisar aparsaq 21 sinus alfa alınar və sinus alfada ən böyük 1-ə bərabər ola bilər. Yəni alfa 90 olanda bu halda da sahə maksimum ən böyük, sahənin ən böyük qiyməti daha doğrusu bərabərdir 21 olar. Cavab olacaq Y variantı. 9-cu sual. Limitini hesablayın. Limit x 0-a yaxınlaşır. Kosinus 12x çıx kosinus 2x. Kosinus 10x çıx kosinus 4x bərabərdir. X 0-a yaxınlaşdıqca əgər məxrəcə 0 yazsaq, kosinusun argumentində x-in yerinə 0 yazsaq, məxrəc 0-a çevriləcək. Ona görə də biraz çevirmələr aparmaq lazımdır. Ya da ki, L'Hopital qaydasını tətbiq etmək lazımdır. İndi məxrəcdəki fərqi hasilə çevirək. Fərqin hasilə çevrilməsi düsturuna görə -2 vurulsun sinus alfa çıxılsın beta bölünsün 2 5x vurulsun sinus 12x və 2x'in cəminin yarısı. Bu da sinus 7x-ə bərabərdir. Surətdə də çevirmələr aparaq. Deməli, fərqi hasilə çevirək. Eləyəcək -2 vurulsun sinus 7x və sinus 3x. Sinus 7x və sinus 3x'in hasili. İxtisarları aparsaq, sinus 3x bölünsün sinus 5x limiti də bilirik ki, bu 3 bölünsün 5-ə bərabərdir. Bunu belə yazıb 5x bölünsün sinus 5x vurulsun 5-də 3 şəklində yazıb da görmək olar. Birinci görkəmli limitə görə bu və bunu ayrı-ayrı limitlərin hasili kimi yazsaq, hər biri 1-ə bərabərdir. Biri 5-də 3-ə vurduqda isə cavab 5-də 3 elir. Və yaxud sinus mx bölünsün nx şəklində limitlər nisbət, daha doğrusu x 0-a yaxınlaşdıqda n bölünsün n-ə bərabərdir. Düzgün cavab olacaq burada 0,6 Y variantı. 10-cu sual. X kubu çıxılsın 8x kvadrat üstünə gəl 16x kiçik bərabər 0 bərabərsizliyin -2 8 parçasına daxil olan tam əllərinin cəmini tapın. Əvvəlcə bu ifadəni vuruqlara ayıraq. X-i mötərizi xaricinə çıxarsa x kvadrat çıxılsın 8x üstünə gəlinsin 16 kiçik bərabərdir 0. Bu da x vurulsun x çıxılsın 4-ün kvadratı kiçik bərabərdir 0. Burada köklər biri 0-dır, 4 isə təkrarlanan kökdür. 0 və 4 hər ikisi daxildir. İntervallara ayırsaq 4-dən sağ tərəfdə qiymət götürdükdə deməli bu bərabərsizliyin sol tərəfində nəzərə alsaq 4-dən böyük qiymətlərdə müsbət olur. 0-4 arasında qiymət götürsək yenə müsbət olacaq. 0-dan kiçik qiymətlərdə mənfi olacaq. Deməli, bərabərsizliyin həlli kiçik bərabərdir 0 şərtini ödəyən hissələrdə kiçik bərabər 0, mənfi sonsuzluq 0 birləşir və bərabərlik şərtini ödəyən təkcə 4 var. Əlavə 4 var daha doğrusu. Bu həlli biz -2 8 parçasını daxil olan tam əllərin cəmini tapmaq üçün bu həllərdən -2 8 parçasına daxil olanları götürməliyik. -2 8 parçasını bir ədəd oxu üzərində çəkib bunları da kəsişdirək. -2 8 və bir də 0. 4-ü indi ayrıca baxarıq. -2 8 və mənfi sonsuzluq 0. Bura daxil olan
bunların ikisinin kəsişməsi -2 -2 və 0 yarım intervalı olur. 4 də ayrıca bu aralığa daxildir. Yəni bu bərabərsizliyin həllidir. 4 də burada bir yerdə yerləşir. 4 də daxildir. Birləşir 4. Bərabərsizliyin daxil olan tam əllərin cəmini tapın. Tam əllərinə baxın. -2 var, -1 var. Sonra bir də 4 var. Bunların cəmi eləyəcək 1. Düzgün cavab C variantı olacaq. 11-ci sualda. Torbada eyni ölçülü 6 qırmızı, 3 qara kürəcik var. Torbadan təsadüfən 3 kürəcik götürüldükdə torbada 4 qırmızı və 2 qara kürəciyin qalması hadisəsinin ehtimalını tapın. Deməli, torbada eyni ölçülü 6 qırmızı, 6 və 3 qara. 3 qırmızı 6. Bu torbadan təsadüfən 3 kürə götürüldükdə 3 kürə götürülür və torbada 4 qırmızı qalır, 2 qara qalır. Onda belə çıxır ki, torbadan 2 qırmızı kürəcik götürülübmüş və 1 qara kürəcik götürülübmüş. Deməli, 4 qırmızı, 2 qara kürəciyin qalması ehtimalı 2 qırmızı və 1 qara kürəciyin çıxması ehtimalı deməkdir. Bunu da hesablayaq. Ümumi mümkün halların sayı kombinzon 9 elementdən deməli 3 kürə seçilir. Biri qaradır, yəni kombinzon 3-dən 1-ə və ikisi qırmızıdır. O da ki 6-dan 2-yə deməkdir. 3-dən 1-ə 3 eləyir. 6-dan 2-yə 6 vur 5 böl 2. Sonra 9-dan 3-ə 9 faktorial bölünsün. 3 faktorial vur 6 faktorial deməkdir. Bunu hesablayaq. Yuxarını surəti hesablasaq 45 eləyəcək. Məxrəci hesablayaq. 6 faktorial 9 faktorialla ixtisar getdikdə qalır 7, 8, 9 bölünsün 6. Bunlar da 7, 8, 9 hasili ilə ixtisar aparsa bir dəfə 72, 6-ya 12 dəfə bərabərdir. 45 bölünsün 7 vurulsun 12. 45 və 12-ni də ixtisar aparaq 3-ə 15 dəfə, 3-ə 4 dəfə eləyəcək 28-də 15. Düzgün cavab A variantı. 12 nöqtələri verilmişdir. S nöqtəsi AB parçasının orta nöqtəsi olarsa SB vektorunun komponentlərinin cəmini tapın. 12 bunu təsvir eləyək. Deməli A -4, 3, -1. B nöqtəsinin koordinatlarını bilmirik. X, Y, Z. S nöqtəsinin koordinatları 8, 5, -9-dur və orta nöqtədir. Əgər S nöqtəsi orta nöqtədirsə, onda parçanın ucu nöqtələrinin uyğun koordinatlarının ədədi ortasını tapsaq, S nöqtəsinin koordinatlarını taparıq. Yəni ki, X çıxılsın 4 bölünsün 2, 8-ə bərabərdir. Y üstəgəl 3 bölünsün 2, 5-ə bərabərdir. Z çıxılsın 1 bölünsün 2 isə bərabərdir -9-a. Bunların üçündən alırıq ki 2 dəfə 8, 16, 16, 4, 20 x tapılır. Daha sonra ikincidən 2 dəfə 5, 10, 10-dan 3 çıxanda 7 y tapılır. 2 dəfə -9, -18, 1 çıxanda 17. -17 olur. SB vektorunun komponentləri cəmini tapın. İndi SB vektorunun komponentini tapanda B-nin komponentlərini burada bir dəfə yazaq. Deməli, x-i 20, y-i 7, z-i isə -17-dir.
Bunu tapmaq üçün SB vektoru B'nin koordinatlarından C'nin uyğun koordinatların çıxmaq lazımdır. Yəni 20-dən 8 çıxmalıyıq. 20-dən 8 çıxanda qalacaq 12. 7-dən 5 çıxmalıyıq 2. Mənfi 17-dən mənfi 9 çıxmalıyıq. O da eləyəcək mənfi 8. Və bu komponentlərin cəmin soruşur bizdən. Komponentlərin cəmi isə eləyəcək 6, 12, 2 və mənfi 8-in cəmi 6-ya bərabərdir. Cavab Y variantı. 13-cü suala baxaq. Kosinus 12x çıx kosinus 4x bərabər 0 tənliyini həll edin. Bu tənliyi kosinus 12x bərabərdir kosinus 4x şəklində yazaq. Bu tənliklər eyni güclüdür. Yəni hər tərəfə kosinus 4x əlavə eləsək bunu alırıq. Sonra bunların bu bərabərliyi 12x bərabərdir müsbət mənfi 4x üstünə gəl 2 pi k. K daxildir tam ədədlər çoxluğuna. Olduqda mümkündür. Müsbət və mənfi hallara ayrıca baxsaq, yəni 12x bərabər 4x üstə gəl 2 pi k 1 götürsək, k tam ədəddir. Buradan alarıq ki, 8x bərabərdir 2 pi k, x-i taparıq, pi k bölünsün 4. Pi k bölünsün 4. Əgər mənfi götürsək, 12x bərabər mənfi 4x üstünə gəl 2 pi k götürsək. Buradan alarıq ki, 16x bərabərdir 2 pi k. X bərabərdir pi k bölünsün 8. K daxildir Z. Belə olan halda, yəni tənliyi ödəyən köklər pi böl 4-ün misilləri də ödəyir, pi böl 8-in misilləri də ödəyirsə, yəni 45-ə bölünən ədədlərdə ödəyir və 45-in yarısı olan 22,5-ə 22,5-in misilləri olan ədədlərdə ödəyirsə, cavab kimi 25-in 22,5-in misillərini götürməliyik. Çünki belə deyək, pi bölünsün 8-ə pi böl 8-in cüt misilləri, yəni k 2n olsa, onda x bərabərdir pi-n böl 4. Yəni, birinci qrup həllər alınır. Bu ikinci qrup həllərdən birinci qrup həlləri almaq olur. Ona görə də tənliyin həlli kimi pi k bölünsün 8 götürüləcək C variantı. Və yaxud belə olan halda bu iki ədəd üçün əbobda tapmaq olar. 14-cü sualda x üstünə gəlsin y bərabər 450 kosinus x mənfi 0,8 və sinus 2x üstünə gəl 3y ifadəsinin qiymətini soruşur. Əvvəlcə bax, bu birinci bərabərlikdən y-i tapsaq, y bərabərdir 450 çıxılsın x olur. Bunu sinus 2x üstünə gəl 3y ifadəsində y-in yerinə yazsaq eləyəcək. Deməli, 1350 dərəcə çıxılsın 3x. Bu da bərabərdir. Sinus 1350 dərəcə çıxılsın x. 1350 dərəcə özü deməli 15 pi bölünsün 2 deməkdir. 15 pi bölünsün 2 də vahid çevrədə 3 pi bölünsün 2 ilə üst-üstə düşür. 15 pi bölü 2-dən x çıxdıqda, yəni müəyyən qədər az olan bucaq düşür. Üçüncü rübdə sinusun işarəsi mənfi. Ad dəyişir olur kosinus x. Bu da bərabərdir. Kosinus x mənfi 0,8 olduğuna görə mənfi kosinus x müsbət 0,8 olur. 14-cü sualda düzgün cavab
B variantı. 15-ci sualda tənliyinin kökləri x1 və x2 olarsa bu ifadənin qiymətini tapın deyir. 15-də verilmiş bu ifadəni sadələşdirək. x1 x2 üstünə gəl 6x2 üstünə gəl 5 x1 üstünə gəl 30 üstünə gəl bir dənə də x1 bərabərdir. Buradan x1 x2 üstünə gəl 6x1 6x2 üstünə gəl 30. İndi Viet teoreminə görə x1 və x2-nin cəmi 5-ə, hasili isə 3-ə bərabərdir. Bunları biraz kənara alaq. x1, x2, buradan 6-nı çıxarsaq, x1 üstə gəl x2. İndi x1 və x2-nin cəminin əvəzinə 5, hasilin əvəzinə 3 yazaq. Hesablama aparsaq, olacaq 30, 30, 60, o da 3, 63. Cavab olacaq C variantı. 16-cı sual. Həndəs silsilədə B8 çıx B6 9-a bərabərdir. Q bərabərdir 2. B11 çıx B9 ifadəsinin qiymətini tapın. B8 çıx B6 9-dur. İndi B8 çıx B6 9-dursa B11 çıx B9 fərqin soruşur bizdən. B8-in əvəzinə yaza bilərik. B1 vurulsun, Q üstü 7. B6-nın əvəzinə B1 vurulsun, Q üstü 5. Bərabərdir 9. Q 2 olduğuna görə yerinə qoysaq, onda deməli 2 üstü 7. Burada belə B1 vur Q üstü 5-i mötərizi xaricine çıxardaq ki, hesablamaq biraz rahat olsun. Qalacaq burada Q kvadrat çıxılsın 1. Bərabərdir 9. Q kvadrat 4-dür. 4-dən 1 çıxsaq 3. B1 vurulsun 2 üstü 5 32-dir. 32 vurulsun 3. Bərabərdir 9. B1-i də taparıq. 3 bölünsün 32. Bizdən B1 çıxılsın B9 fərqin soruşur. B1, B11 çıxılsın. Daha doğrusu B11 eləyir. B1 vurulsun Q üstü 10 çıx. B1 vurulsun Q üstü 8 bərabərdir. B1 vurulsun Q üstü 8-i mötərizi xaricinə çıxarsaq Q kvadrat çıxılsın 1 alınır. B1-in əvəzinə 32-də 3, Q üstü 8-in əvəzinə 2 üstü 8 vurulsun Q kvadrat çıxılsın 1 də ki 3 eləyir. Hesablayaq. 2 üstü 8, 32, 2 üstü 5'dir. Bunu 2 üstü 5 yazaq. 2 üstü 8, 2 üstü 5'ə böləndə qalır 2 üstü 3, yəni 8 vurulsun. 3'ü də 3'ə vursa 9. Cavab olacaq 72. B variantı. 17-ci sual. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünü 60 dərəcə azaldır. Digərinin isə 2 dəfə artırdıqda alınan bucaqların dərəcə ölçüləri bərabər olar. Qonşu bucaqlardan kiçiyinin dərəcə ölçüsünü tapın. 17. Qonşu bucaqlardan birinin biri alfa olsun, digəri beta. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünü 60 dərəcə azaldıq. Birini 60 dərəcə azaltdıq. Digərini isə 2 dəfə artırdıq. Digərini 2 beta oldu. Alınan bucaqların dərəcə ölçüləri bərabər oldu. Yəni alfa çıx 60 bərabər 2 beta oldu. Və qonşu bucaqlar olduğuna görə birinci halda alfa və betanın cəmi bərabərdir 180 dərəcədir. Buradan qonşu bucaqlardan kiçiyinin dərəcə ölçüsünü soruşur. Burada tərəf-tərəfə çıxaq. Beta üstünə gəlsin 60 bərabərdir 180 çıxılsın 2 beta. İkinci tənlikdən birinci tənliyi çıxdım.
3 beta bərabərdir 120-yə. Beta bərabərdir 40 dərəcə. Beta 40 dərəcədirsə alfa bərabərdir 140 dərəcə. Kiçiyini soruşur 40 dərəcə. Y variantı. 18-ci sual. Üçbucağın 2 hündürlüyün 4 və 8 olarsa, 3-cü hündürlüyünü ala biləcək ən böyük tam qiyməti tapın. Üçbucağın hündürlükləri bu şərti ödəyir. Sahədən üçbucaq bərabərsizliyindən istifadə edib bu nəticəni almaq olur. Deməli 1 bölünsün h, s, tutaq ki 3-cü tərəf s-dir, ona çəkilmiş hündürlük h-s-dir. 1 bölünsün h-s yerləşir 1 böl h-a çıx 1 böl h-b ilə modulca 1 böl h-b çıx 1 böl h-a ilə 1 böl h-a üstünə gəl 1 böl h-b arasında. Üçbucağın 2 hündürlüyü 4 və 8-dir. Yəni 8-də 4-də 1 çıx 8-də 1 kiçikdir 1 böl h-s kiçikdir 1 böl 4 üstünə gəl 1 böl 8. Hesablayaq. Olacaq burada 8-də 1 kiçikdir 1 böl h-s kiçikdir 8-də 1, 8-də 2, 8-də 3. Deməli h-s yerləşəcək 8 bölünsün 3 ilə 8 arasında. Yəni 2 tam 3-də 2 ilə 8 arasında. 3-cü hündürlüyünü ala biləcək ən böyük tam qiymət soruşulur. Ən böyük tam qiymət 7 olacaq. Cavab A variantı. 19. Hündürlüyü 9 və oturacağın radiusu 3 olan silindr formalı qabın daxilinə hündürlüyü 4 olan konus elə yerləşdirilmişdir ki, hər iki fiqurun oturacaqları üst-üstə düşüb. Bu silindrin konusdan kənarda qalan hissəsi tam dolana qədər nə qədər su tökmək lazımdır? Deməli, hündürlüyü 9 və oturacağın radiusu 3-dür. Hündürlüyü 9 və oturacağın radiusu 3 olan silindr formalı qabdır. Bura 9-dur. 9 cm. Hündürlüyü isə 4 cm-dir. Ümumi, daha doğrusu, oturacağın radiusu isə 3 cm. Konusun daxilində, silindrin daxilində hündürlüyü 4 cm olan bir konus çəkilib. Pini də 3 götürməklə indi hesablayaq görək boş hissənin həcmi nə qədərdir. Yəni nə qədər su tökmək olar, orada boş hissənin həcmi soruşulur bizdən. Boş hissənin həcmini hesablamaq üçün nə etməliyik? V silindirdən, yəni silindrin həcmindən V silindr bərabərdir. Pi 3 götürək. R kvadrat R 3-dür. Vurulsun H. H da 9-dur. Bərabərdir 81 vurulsun 3. 243. 243 cm kub. Konusun həcmi və konus. Konusun həcmi isə 3-də 1 pi vurulsun R kvadrat vurulsun H. H burada 4-dür. Bu da 36 cm kub olur. Bunları çıxsaq, boş qalan yerdə qalan hissənin daha doğrusu həcmini taparıq. Onu da hesablayaq. Deməli V silindr çıx V konus bərabərdir 243 çıxılsın 36 bərabərdir 207 cm kub. Cavab olacaq D variantı. Növbəti sual 20-ci sual. Müstəvi xaricində verilmiş A nöqtəsindən müstəvi AB perpendikulyarı və AC maili çəkilmişdir. 20-ci sual. Müstəvi xaricində bir nöqtə var, A nöqtəsi. A nöqtəsindən müstəvi AB perpendikulyarı çəkilib. AB perpendikulyarı və AC maili çəkilmişdir. AB 12-dir. AC mailinin bu müstəvi üzərindəki proyeksiyası 5 olarsa 5 buradır.
B nöqtəsindən mailin ortasına qədər məsafəni tapın. B nöqtəsindən mailin ortasına qədər məsafə, yəni nəyi tapmalıyıq? Biz BM medianının uzunluğunu tapmalıyıq. Düzbucaqlı üçbucağın BM medianı. Hipotenuzə çəkmiş median hipotenuzun yarısına bərabərdir. Hipotenuzun uzunluğu sadə Pifaqor üçlükləridir. 5, 12 və 13-dür hipotenuz. Onda BM medianı bərabərdir. 6,5 olar. C variantı. 21-ci sual üçbucaqlı DABS piramidasında DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. Şəkli çəkək. Üçbucaqlı DABS piramidasında DA yan tili DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. AD, AB, AC. AD, AB və AC bir-birlərinə bərabərdir. BAC 60 dərəcədir. BAC 60 dərəcədir. Onda BC də AB və AC-yə bərabər olar. Çünki bir bərabər yanlı üçbucağın bir bucağı 60-dırsa, o bərabər tərəfli üçbucağa çevrilir. CD 12 kökdə 2-dir. 12 kökdə 2 olarsa piramidanın həcmini tapın. Piramidanın həcmi tapmaq üçün əvvəlcə bu bərabər olan tillərin uzunluqlarını aynı işarə eləyək. CAD üçbucağından bərabər yanlı düzbucaqlı üçbucaqdır. A katetinin uzunluğu bərabərdir 12 kökdə 2-nin kökdə 2-yə nisbəti. Yəni katet hipotenuzdan kökdə 2 dəfə kiçikdir. 12-dir. A 12-dirsə onda piramidanın həcmi V bərabərdir 3/1. S oturacaq. S oturacaq. Burada oturacaq bərabər yanlı ABS üçbucağı, bərabər tərəfli ABS üçbucağıdır. Sahəsi A kvadrat kök altında 3 bölünsün 4'dür. Vurulsun H. H da ki 12'ye bərabərdir. Buradan alırıq ki 144 kök altında 3. Düzgün cavab D variantı. 22-ci sual. Tənliklər sistemindən X və Y-in cəmini tapın. Bu tənlikləri tərəf-tərəfə toplasaq, X kubu üstünə gəl 3x kvadrat, Y üstünə gəl 3xy kvadrat, üstünə gəl Y kubu bərabərdir 125 alınır. Bu isə müxtəsər vurma düsturlarına görə X və Y-in cəminin kubu deməkdir. Onda X və Y-in cəmi 5-ə bərabər olar. Cavab olacaq B variantı 22-də. 23-cü sual. Uyğun tərəfləri 5 və 9 olan iki oxşar çoxbucaqlı verilmişdir. Böyük çoxbucağının perimetri 18 olarsa, kiçik çoxbucağın perimetrini tapın. Bu da oxşarlığa aid sadə bir sualdır. Uyğun tərəflərin nisbəti 5-in 9-a nisbəti, iki oxşar böyük çoxbucaqlının perimetri böyüyü uzunluğu 9 olan tərəfə uyğun olacaq. Yəni 18 məxrəcdə olacaq. Kiçik çoxbucağının perimetrini tapın. Ona da bir P desək. Tənasibdən P bərabərdir 10 tapılır. Kiçik çoxbucağın perimetri 10'dur. 23'də cavab 10. 24-cü sualda radiusları R, radiusu R olan çevrədə AB R'dir. CD kökdə 3 R'dir. AMB və CMD göstərilən dərəcə ölçülərinin cəmini tapın. Tutaq ki, çevrənin mərkəzi buradadır. Çevrənin mərkəzi əgər buradadırsa, o nöqtəsi olsa, onda OC və OD radius olar, R olar. Tərəfləri R və kökdə 3 R olan 3 bucaqları bilirik ki, 120, 30, 30 olmalıdır. Yəni bu mərkəzi bucaq 130 dərəcə olur. Bir dəqiqə. Deməli, bura 120 dərəcə olur. Bura 120 dərəcədir. Daha sonra
Bunları çəksək, radiusu r-dirsə, onda bu OB də r-dir, vətər r-dirsə daha doğrusu, OB və OA radiusları da r-dirsə, onda OAB üçbucağı bərabər tərəfli üçbucaqdır, onda bu mərkəzi bucaq 60 dərəcə olacaq. Bu da radiusları silək daha. 60 dərəcə olacaq. 60 dərəcə olduğuna görə, deməli, ANB qövsü 60 dərəcəli, mərkəzi bucağa uyğundur. SMD qövsü isə 120 dərəcəli, mərkəzi bucağa uyğundur. Bu qövslərin dərəcə ölçülərinin cəmi isə 180 eləyəcək. 120 60-ın cəmi bərabərdir 180 olacaq. 25-ci sual. A və B çoxluqları üçün NA4 kəsişməsinin 3 olarsa, 3 elementi olarsa, birləşməsinin neçə elementi var soruşulur. Euler-Venn diaqramını çəkək. Bu A çoxluğu olsun, bu B çoxluğu. B çoxluğunun 6 elementi var ümumilikdə, A çoxluğunun 4 elementi, kəsişmədə 3 element var. Kəsişmədə 3 element varsa və A-nın 4 elementi olduğunu biliriksə, deməli A-nın təkcə A-ya daxil olan, yalnız A-ya daxil olan bir element var. Eyni qayda ilə B-nin 6 elementi varsa, 3-ü A ilə ortaqdırsa, 3-ü də A ilə ortaq olmayan elementdir. Birləşmənin neçə elementi var? Birləşmənin elementlərinin sayı NA birləşir B bərabərdir 1, 3 və 3-ün cəminə, bu da 7-yə bərabərdir. Cavab 7 olacaq. 26-cı sual. ABC-də dördbucaqlısının D bucağı B bucağına bərabərdir 90 dərəcədə. A bucağı 60 dərəcədir. Daha sonra AB 8 kök altında 3-dür. BC 6 olarsa CD'nin uzunluğunu tapın. CD'nin uzunluğunu tapmaq üçün belə bir şey eləyək. Bunu uzadaq. Bu tərəfə BC parçasını uzadaq və AD-ni də uzadaq. Bunlar bir nöqtədə kəsişsin. Bu nöqtəyə bir K nöqtəsi deyək. Onda ABK üçbucağına fikir verin. 30, 60, 90 üçbucağıdır. K bucağı 30 dərəcə olacaq. K bucağı 30 dərəcə olduğuna görə 30 dərəcə qarşısındakı katet 8 kök altında 3-dürsə, 60 dərəcə qarşısındakı katet olacaq 60 dərəcənin qarşısındakı katet, yəni söhbət BK-dan gedir. BK olmalıdır 24, yəni 8 kök altında 3-ün 8 kök altında 3-dən kök altında 3 dəfə böyük 24. Onda belə çıxdı ki, BC 6-dırsa, SK-nın uzunluğu 24-dən 6 çıxacaq, qalar 18. Və yenə SDK 30, 60, 90 bucaqları olan düzbucaqlı üçbucaqdır. Yəni bucaqları 30, 60, 90 olan düzbucaqlı üçbucaqdır. 30 dərəcə qarşısındakı CD kateti 18-in yarısına, yəni 9-a bərabərdir. Düzgün cavab bu sualda, 26-cı sualda 9 olacaq. 27-ci suala baxaq. A və B naturalləri üçün uyğunluğu müəyyən edin. Birincidə deyir ki, ifadəsinin ən böyük qiymət aldıqda, Bu ifadənin ən böyük qiymət alması üçün 27-də 3A çıxılsın 5B 0-a bərabər olmalıdır. Deməli 3A 5B-yə bərabərdir. A bölünsün B-ni tapsaq 3-də 5. Bu birincisi, ikincisini də yazaq, daha sonra üçüncüsünü də yazaq, uyğunluğa baxacaq. Deməli bu ifadədə ən kiçik qiymət alması üçün 5A çıxılsın 6B 0-a bərabər olmalıdır. A bölünsün B bərabərdir 6 bölünsün 5 olmalıdır. Üçüncü halda ifadəsinin ən kiçik qiyməti aldıqda 9A çıxılsın 4B 0 olmalıdır. Buradan da 9A bərabər 4B alınır. A bölünsün B bərabərdir 4 bölünsün 9 olur.
A bölünsün B, 4 bölünsün 9 olur. İndi isə uyğunluğa baxaq. A və B natural ədədlərdir. A və B natural ədədlərdir. A variantında deyir, ifadəsinin ən böyük qiyməti 2-dir. İfadənin ən böyük qiymət alması üçün məxrəc ən kiçik olmalıdır. İndi baxaq, ən kiçik 2 olması üçün burada məxrəc gərək 13 olsun. A və B-nin cəmi ən azı 13 olur 3-cüdə. Yəni 3-cüyə uyğun olur A variantı. Çünki baxın 3-cüdə A ən azı 4, B ən azı 9-dursa, onda 4 ilə 9-un cəmi 13 eləyir. 26 13-ə 2 dəfə bölünür. Sonra ifadəsinin ən böyük qiyməti 4-dür. Ən böyük qiyməti 4-dür. Ən böyük qiymət alması üçün, deməli 4 olması üçün A ilə B-nin cəminin deməli bu mümkün deyil. 26-nı hansısa natural ədədə böldükdə 4 eləməyəcək. A ilə B-nin cəmi gərək natural ədəd olsun. B heç birinə getmir. C variantı 33 bölünsün A üstəgəl B ifadəsinin ən böyük qiyməti 3-dür. 33 bölünsün A plus B ifadəsinin qiyməti 3-dür. 3 olması üçün A və B-nin cəmi ən azı 11 olmalıdır. Ən azı 11 olmalıdır. Onda bu A6, B5, yəni ikinciyə uyğundur. Daha sonra ən böyük qiyməti 5-ə bərabərdir. 5-ə bərabər ola bilməz, çünki 33 5-ə bölünmür. Y variantı 24 bölünsün A üstəgəl B ifadəsinin ən böyük qiyməti 3-dür. 3 olması üçün A və B-nin cəmi bərabər olmalıdır 8-ə. A və B-nin cəmi 8-ə bərabərdir. Bu da birinciyə uyğun olacaq. Həqiqətən də A ən azı 5, B ən azı 3 olmalıdır ki, 24 bölünsün A üstəgəl B kəsrin qiyməti ən böyük 3-ə bərabər olsun. Deməli 1-ə uyğun Y, 2-ə uyğun C, 3-ə uyğun A olacaq. Situasiyaya baxaq. İstixananın yuxarı hissəsi oturacaqlar bərabər yanlı üçbucaq olan düz üçbucaqlı prizma, aşağı hissəsi isə düzbucaqlı paralelleped formasındadır. İstixananın ümumi hündürlüyü 7 metr, aşağı hissəsinin oturacağının ölçüləri isə 8 metrin 10 metrədir. İstixananın həcmi 440 kub metrdir. İstixananın aşağı hissəsinin torpaq sahəsinin hər kvadrat metrinə birlikdə 3 ədəd Fiorenza və 2 ədəd Red Naomi qızılgül sortları yetişdirilir. Hər kvadrat metrində. Demək 28-ci sualda istixananın aşağı hissəsinin hündürlüyünü tapın soruşur. İstixananın aşağı hissəsinə baxsaq, aşağı hissəsi düzbucaqlı formasındadır. 8 metrin 10 metrə. Hündürlük, ümumi hündürlük 7-dir. Onda baxın, buradan bura kimi x olsa, buradan bura 7 çıxılsın x olar. 7 çıxılsın x olar. Və bura 8 metrdirsə, burada 8 metrdir və ortadan 4 bunu bölmək olar. Demək, ümumi baxsaq, bu istixana oturacağı beşbucaqlı olan bir prizmadır. Yəni, düz beşbucaqlı prizmadır. Bu beşbucaqlı ayrıca təsvir olunsa, belə bir beşbucaqlıdır. Üst hissəsinin hündürlüyü 7 çıx x, bura 4, bura 8, burada x. Onda əvvəlcə həcmindən istifadə edib bu x-i tapmalıyıq. Deməli, həcmin necə hesablayarıq? Oturacağın sahəsi, yəni beşbucaqlının sahəsi vurulsun prizmanın hündürlüyü, yəni istixananın uzunluğu, yəni 10-a uyğundur. 10 metrə uyğundur. Bunu hesablasaq, deməli, S oturacağı əvvəlcə hesabla. S oturacağı bərabərdir 8x üstünə gəl, 4 vurulsun, 7 çıxılsın x. Yəni, üçbucağın sahəsini, düzbucağın sahəsini topladım, elədi 4x üstünə gəl 28. Onda həcmi necə taparıq? 4x üstə gəl 28-i vurarıq. Oturacağın sahəsini vurarıq 10-a, bərabər eləyərik 440-a. 4x üstə gəl 28 bərabərdir 44-ə. 4x bərabərdir 44-dən 28 çıxsa qalacaq 16. X bərabərdir 4.
Deməli 28-ci sualda cavab olacaq 4. 29-cu sualda istixananın səthinin tam örtülməsinə ən azı nə qədər polietilen örtük lazımdır? Ən azı deyirsə, deməli bunun ən azı bunun səthinin sahəsi qədər örtüyü götürmək lazımdır. Səthin sahəsini hesablamaq üçün indi burada hissə hesablama aparaq. Əvvəlcə bu 5-bucaqlının sahəsini hesablayaq. Bayaq onu x ilə ifadə eləmişdik. Deməli 4x üstə gəl 28-dir. 4x üstə gəl 28. Bu da bərabərdir. 4 vurulsun. 4 üstünə gəl 28 bərabərdir. 16, 28 eləyəcək 44 kvadrat metr. Deməli, bir 5-bucaqlının sahəsi 44 kvadrat metrdir. Bütün səthinin sahəsini hesablasaq, S bərabərdir. 2 dənə 5-bucaqlı var burada. 2 dənə 44 kvadrat metr. Üstünə gəlinsin. 2 dənə 4-ün 10-a düzbucaqlı var. 4-ün 10-a düzbucaqlı 2 dənədir. 4 vurulsun 10 vurulsun 2. Üstünə gəlinsin. Belə yazsa daha yaxşı olar. 2 vurulsun 4 vurulsun 10. Daha sonra 2 dənə üst hissədə düzbucaqlı var. Bu düzbucaqlıların ölçüsünü tapaq birinci. Burada bura 4, ümumi 7 olduğuna görə bura 3, 3, 4 bu hissənin uzunluğu 5 metr olacaq. Buradakı 10 metrdir. Və 2 dənə 5 metrin 10 metrə. Bunları hesablasaq olacaq 88 kvadrat metr. Üstünə gəl 80 kvadrat metr. Üstünə gəl 100 kvadrat metr. Deməli, ümumi sahə eləyəcək 268 kvadrat metr. 30-cu sual. İstixananın 5 kvadrat metrlik hissəsində yetişdirilən güllərdən təsadüfən 3'ü seçilir. Burada situasiyada deyilir ki, deməli istixananın 1 kvadrat metrində 1 kvadrat metr torpaq sahəsində 3 ədəd Fiorenza və 2 ədəd Red Naomi. Deməli, Fiorenza 3 ədəd, Red Naomi isə 2 ədəd. Red Naomi isə 2 ədəd 1 kvadrat metr üçün. Amma 30-da 5 kvadrat metr üçün baxdığımıza görə, bunda 5 kvadrat metr sahədə 15 ədəd bundan, 10 ədəd ikinci növ Red Naomi sort qızıl gülündən olacaq. Fiorenza'dan isə 15 ədəd. Seçilən deməli 3 güldən ikisi Fiorenza, biri isə Red Naomi olsun. Deməli kombinzon ümumi 25 güldür, 2 gül seçilir. Bu güllərdən ikisi Fiorenza olsun, yəni 15-dən 2-yə. Biri isə Red Naomi olsun, yəni 10-dan 1-ə. Hesablayaq bunu. 15-dən 2-yə 15 vurulsun 7 olur. 10-dan 1-ə 10 olur. 25-dən 2-yə 25-dən 3 olmalıdır bu. 25-dən 3 eləyəcək 25 faktorial bölünsün. 3 faktorial vurulsun 22 faktorial. Hesablayaq bunları. Deməli 15 vurulsun 7 vurulsun 10. 22 faktorial 25 faktorialla ixtisar getsə qalar 23, 24, 25. 3 faktorial 6-dır. 6-nı yuxarı yazırıq. İxtisar aparaq. İxtisar aparsa burada məsələn 15 ilə 25-i ixtisar aparaq. 3 dəfə, 5 dəfə. Daha sonra 6 bir dəfə, 24 6-ya 4 dəfə. Daha sonra 10 bir dəfə. Bunlar isə 2 dəfə gedəcək. Qalacaq 46-da 21.
30-cu sualda da cavab 46-da 21 olacaq.